Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məkanı cənnət olsun. Mənim oğlum da ilkin əzəri körpə yaşlarından, gözün açandan Bakı şəhərində anadan olmuşdu. Bütün bu gələn bu hadisələrin içində böyümüşdü. Bütün faciə, hər şey xəbəri var idi. 6-cı sinifdən dedim, mən mütləq hərbiçi olmalıyam və nəyin bahasına olursa olsun, olanın dərsini verməliyim. Elə bu minvallarda getdi Naxçıvanska məktəbinə, oradan Ali Hərbi məktəbə, oradan da Elsaylı Hərbi məktəbə. 12 il tam səngərdə döyüşən zabitdir. Demək olar ki, cəbhə boyu bütün səngərlərində o iştirak eləmişdi, o olmuşdu. Özün keçidləri var idi, belə döyüşləri oldu, atlı döyüşlərində oldu, hücum və həmlələri olub, qarşısını alır. Özlə bu 12-13 ildə səngərdə olaraq əsgərlərin elə qoruyur ki, nə bir şəhid vermişdi, nə bir yaralı. O ki, əsgərlərin üstündə diqqətliydi, o qədər onlarla maraqlanırdı. Deyirdi ki, əgər mənim əsgərimə bir şey olmarsa, onun anasının qarşısında başı aşağı dayanlardansa, bu özümə nəsə olsun. Bu minvalla qoruyurdu. Hər dəqiqəsini, hər anı əsgərlərini qoruyurdu. Çalışırdı ki, əsgərləri yaxşı olsun. Bir dənə əmallar var idi ki, Ali Başkomandan əmir versin, torpaqları tam azad eləsinlər. Olan gündə zəng edib qardaşına demişdi ki, gözüm aydın, bəs gedirik də, Ali Başkomandanın əmri var, İnşallah torpaqlarımızı azad edin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məkanlarını cənnət eləsin. Bugünkü gün mənim üçün çox əziz, yadda qalan bir gündür. Mən İlkinin anası, Fidanın nənəsiyəm. Fidan bizim ailənin ən ilk, ən mübarək evladıdır. Atası Fidanla çox görəcək, çox arzuları var idi. İlkin özü döyüş bölgələrində tam şəhidliyinə qədər, şəhadətinə qədər xidmət edir. Ailəsi də, bütün balaları da İlkinə yaxın yerlərdə yaşayırlar ki, arada bir İlkin öz balaların görsün, görürsün, az da olsa onlarla gün geçirsin. İlkinin Fidanla bağlı çox arzuları var idi. Şükürlər olsun Allaha ki, o arzular yavaş-yavaş, düzdür İlkin bunları görməsə də arzular gerçəkləşir. Allah'ın izniyle atasının adına layık bir evladı. Bu Fidan balam 11'e getirir. İnşallah verilen imtihanlardan da razıyım. Nəticə gözəl olar Allah'ın izniyle. Onu da qeyd edeyim ki, bugün İlkinin sinif rəhbəri olmuş Rəhlə müəllimə, vaxtı ikən İlkinin sinif rəhbəri olmuşdu Rəhlə müəllimə. İndi gəlib, qismət elə gətirib ki, onun qızı Fidanın da sinif rəhbəridir. Allah razı olsun sizdən. Gəlib, işıqlandırırsınız. Mənim ən böyük arzum, ən böyük niyyətim, nə qədər ki, canım sağdır, Allah İlkinə verməyən ömrü, düzdür, İlkin az yaşasa da çox qürurlu, fəxarətli bir adla həyatını dəyişdi. Mən balam yaşayır, nə qədər ki onun balaları, bu Azərbaycan xalqı, bu şəhidləri belə anacaq, onların evlərinə ziyarətə gələcək, bizim şəhidlər o zaman yaşayacaq. Allah dövlətimizi də var eləsin, bugün bayrağımız yüksəklərdə dalğalanır, bu oğulların sayəsində. İnşallah bu əbədi olsun. Mənfur düşmənin ayağı bir daha bizim balalarımızın qanı tökülən torpaqlara dəyməsin.
sülh, əmin-amanlıq içində yaşasın. Çünki həyat ilkinlərlə, bu qədər şəhidlərlə bitmədi. Bizim gələcəyimiz olan bu körpələrə arzum odur ki, bir daha ağrı, acı səmamızda qara buludlar olmasın, atəşkəs pozulmasın, əmin-aman dövlətdə yaşasınlar. Onların səsi qoy ən uca universitetlərdən, ən uca müəssisələrdən gəlsin. Torpaqlar uğrunda canın vermiş qazilərimizə, müharibə iştirakçılarımıza, bizim 6 il diqqətdən kənar qalmayan xalqımıza, millətimizə, yaxşı insanlara öz təşəkkürünü bildirirəm. Mənim ən böyük ümidim İlkinin balalarının, nənənin indi nə arzusu ola bilər? Əlimizdən gedən gedib. Allah qoysa İlkinin də ruhu şad olar. İnanıram ki, onun qızı istər ailənin, istər məktəbin ən sevimli, ən yadda qalan bir şagirdi olacaq. Məktəbə uğur gətirən bir tələbə adı qazanlar. İnşallah hər şey gözəl olur. 30 illiyi, 2003'te məktəbin 30 illiyi. Mən şəhid İlkin Əhədzadənin kursant yoldaşı, dostu, yaxın ailəvi münasibətdə olduğu bir şəxslərdən biriyəm. İlkin həyatımda gördüyü ən məğrur, ən sarsılmaz iradəsi olan, ən mərd zabitlərdən, insanlardan biri oldu. Belə bir onun mərdliyini də nümunə kimi hələ biz 10-cu sinifdən Cəmşid Naxçıvan Stadionun liseyin 1-ci kursunda oxuyanda, 2-ci kursunda oxuyanda orada belə bir fragment var. Metrodan gəlirdik biz. Bir qadın var, yaşlı qadın. Onun dili qatdan. Amma belə qıraqdan durur, baxır, bir-birinə səs eləyir. Qadına nəsə oldu, qadına nəsə oldu. Amma İlkin tez özünü yetirdi. Mən dedi ki, gəl, mənim də adım İlkindir. Dedi, İlkin tez gəl, mütləq dili qat, çənəsini mütləq dili qatdan. Və belə bir gözəl, yəni ki, yadda qalan, o vaxtdan yəni ki, xalqa, millətinə, vətəninə sadiq insan olur. Və hamımızı üzən bir xəbərdir, yenə bu şəhid oldu. Və bizim üçün, İlkin həm bizim üçün, həm Azərbaycan üçün yadlarda, yaddaşlarda qalan bir insan oldu. Bu ev sensiz evvelki ev değil ata. Her şey yerindedir ama nəsə çatmır daha. Senin oturduğun o boş güncə baxıram, elə bilirəm indi qapıdan girəcəksən daha. Ata, səni çox axtarıram bəzən, susub tək ağlayıram. Kaş bir dəfə səsini duyam, necəsən deyə soruşasan. Ata, yerin dolmur eşür, keçir günlər, keçir ömür sen olmayandan. Bu həyatda bir tərəfim Həmişə küskün.
Yadıma düşür birlikte geçen günler. Kiçik dərdlərim sənə böyük görünərdi. Mən yıxılanda sən qalx deyərdin. Sözlərin hələ də qulağımda yaşayır. Ata, səni çox axtarıram bəzən. Susub tək ağlayıram, kaş bir dəfə səsini duyam, necəsən deyə soruşasan. Bilmirəm həsrətin bitər nə vaxt, ürəyimdə qalıb adın izlərin. Sən uzaqda olsan da atam, Mənimlə sən hər addımda gizlicə. İçim dalğalanır, qəribə hisslər yaşayıram. İllər öncə 5-ci sinifdə mən bunları qəbul edəndə bu uşaqları heç kim məndə içində bilməzdim ki, həyat məni ikinci dəfə bu ailə ilə bu cür qarşılaşdıracaq. Amma illər sonra Fidan mənim sinifimə gələndə mən çox sevindim. Yəqin ki, Allahın mənə verdiyi bir hədiyyədir bu. Ki, mən bu həyatı ikinci dəfə hesab edib yaşayıram. Əvvəl valideyni, sonra övladı. Özü necə sakit, tərbiyəli, təmkinli uşaq idisə, qızı da bugün elədir. Çox təmkinli, səbirli, əsl Azərbaycan xanımı. Bu cür övlad böyütdüyü üçün əlbəttə ki, yenə ona təşəkkür edirik. Bugün bu aydın səmaya baxdığımıza görə, rahat həyatda gəzdiyimizə görə, hər şeyə görə ona minnətdarıq və onun simasında bütün igid əskərlərimizə, igid oğullarımıza ona görə deyirlər ki, dağ-dağa rast gəlməz, amma insan insanla mütləq rastlaşacaq. Mən heç vaxt bilməzdim ki, ikinci dəfə bu ailə ilə bu cür rastlaşacaq. Yolum kəsişəcək, amma çox gözəl ki, kəsişdi. Nə bilim, Allah rəhmət eləsin. Allah bu evdə olan onun yadigarlarını qorusun. Ne diyeyim? Hər şeyin ən gözəlinə layiq olan övladlarına Allah hər şeyin ən gözəlini bəxş eləsin inşallah. Lay lay
başını dik tut ağlama. Qara geyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Ana şəhidlər ölməyir, yeri hər an qəlbimizdə. İndi yatır şirin-şirin məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaş axır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Nə olar ana, çox ağlama. Ürəyimi dağlama. Şəhidlər ölmür, torpaq uğrunda, vətən uğrunda can verir. Nə olar ana, ağlama. Şəhidlər ölmür ay ana. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır.